Salam əziz abituriyentlər, bugünkü dərs izahımız olacaqdır. Çox hüceyrələr, bağırsaq boşluqlar tipi. Onlayn dərslərimizə qatılmaq üçün gördüyünüz 051 447 0251 nömrəsindən WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Vaxt itirmədən gəlin başlayaq. Deməli, bu tipə 3 dənə sinif daxildir. Hidrozoalar, sifoid meduzalar, mərcan poliplər. Hidrozoalara biz bağırsaq boşluqlar tipində deyirik ki, ilk dəfə nə yaranıbdır? Rüşeyimin 2 qatlı olmağı, yəni ektoderma və endoderma qatları əmələ gəlmişdir. Ektoderma xarici qat, endoderma isə daxili qatdır. Onlarda dalayıcı hüceyrələr, yəni xarici qatda dalayıcı hüceyrələr, bağırsaq boşluğu, sonra şüalı simmetriya, sadə diffuz və yaxud da səpkili sinir sistemi inkişaf edibdir. Bunlarda quruluşunda 5-12 cüt qolcuq var. Qeyd etdim ki, ilk dəfə şüalı simmetriya var. Sual gələ bilər ki, hidranın bədənindən maksimum neçə simmetriya oxu keçirmək olar? Qolcuqların sayı qədər, yəni 12 ədəd keçirmək olar. Dedik, bədəni 2 qatdan ibarətdir. Ektoderma xarici qatında deməkdir. Burada biz 6 növ hüceyrə görə bilərik. Hansılardır? Aralıq hüceyrələr var. Bütün hüceyrələrə çevrilə bilir. Hansı ki, aralıq hüceyrələr bitkilərdə törədici meristem toxumanın funksiyasını yerinə yetirir. Dəri əzələ hüceyrəsi ən çox sayda rast gəlinən hüceyrədir orqanizmində. İlk dəfə hidralarda yaranıbdır. Dalayıcı hüceyrələr sonra qidalanmağa xidmət edir və yaxud da müdafiəyə, düşməndən qorumaq üçün. Sinir hüceyrələri ilk dəfə bunlarda yaranıb ulduz şəkillidir. Yumurta hüceyrələr bədənin orta hissəsində yaranır, yalançı ayaqlara malikdir. Spermatozoidlər isə qolcuqlara yaxın yerləşir, qamçıları vardır. Ektodermada 2 hüceyrə var, yəni endodermada daha doğrusu daxili qatda. Həzm hüceyrələri də 2 qamçılıdır. Həzm vəzi hüceyrələr var, bunlar isə qamçısızdır. Gəlin bu sözü gedən hüceyrələrin şəkil üzərində təsvirinə baxaq. Gördüyünüz bu şəkil məktəb dərsliyindən götürülmüş şəkildir. Burada hidranın bədəni verilmişdir. Onun bədəninə diqqətlə baxsaz, bağırsaqdan, yəni bağırsaq boşluğunu xatırladan bir hissəyə var və burada hüceyrələrə biraz yaxından baxsaq, daxildə yerləşən bir qat hüceyrələr sarı, xaricdə olanlar isə yaşıldır. Daxildə olanlara biz deyəcəyik endoderma qatı, xaricdə olanlar isə ektoderma qatı. Orada olan hüceyrələri bir qədər də böyüdüb, hansı ki, gəlin biz baxaq. Burada fikir versəz, daxili qatda sarı rəngdə və korejnevi rəngdə hüceyrələr var. Həzm hüceyrələri 2 qamçılıdır. Həzm vəzi hüceyrələri isə bunlardır. Görsünüz, bunlar isə qamçısızdırlar. Sonra xarici qatda olan hüceyrələrə baxsaq, burada gördüyümüz qırmızımtıl olan bu həmin hüceyrələr ulduzu xatırladır. Bunlar sinir hüceyrələridir. Daha sonra burada gördüyünüz bu hüceyrələr olacaqdır dəri əzələ hüceyrələri. Xırda olan hüceyrələr isə aralıq hüceyrələrdir. Hansı ki, bunların bölünməsi nəticəsində digər hüceyrələrə başlanğıc verir. Burada isə dalayıcı hüceyrələri görürük. Gəlin dalayıcı hüceyrə haqqında daha biraz geniş məlumata baxaq. Bu sual, həmin bu şəkil 2025-ci il qəbul imtahanının şəklidir. Dalayıcı hüceyrə quruluşuna fikir versək, bir hüceyrədir. Burada gördüyünüz nüvəsidir. İçərisində bir boşluq var. Həmin bu boşluğa dalayıcı sapı olan spiral vəziyyətdə yerləşmiş kapsuldur. İçərisində dalayıcı sap var. Burada isə hiss edici tükcük. Hər hansısa bir şikarmı, qidamı bura toxunduqda bu hiss edici tükcüyün hesabına içəridə olan kapsulun içərisində olan dalayıcı sap xaricə riski atılaraq şikarın və yaxud da düşmənin bədəninə sancılır. İçərisində zəhər olduğuna görə müvəqqəti, belə deyək, qarşıdakı şikarın və yaxud da düşmənin bədəninə sancılır və onu necə deyərlər, hərəkətsiz edir, iflic vəziyyətinə gətirir. Bu imtahana düşmüş sualdır, yəni buna diqqət edək. Sonra simmetriya oxlarına da diqqətlə baxsaq, neçə ədəd qolcuq varsa, bu onu simmetriya oxunun, şüalı simmetriyanın olduğunu bildirir. Bədənin arxa alt hissəsində döşənək olur. Həmin bu döşənək onu sualtı
cisimlərə yapışmasını təmin edir. Bayaq da qeyd etdiyim kimi yumurta hüceyrə bədənin ön hissəsində olur. Spermatozoidlər isə qolcuqlara yaxın yerləşir. Başqa sözlə buradan nə demək olar? Bir də biz hidranın orqanizmində hərəkət orqanoidlərindən 3 növünə rast gələ bilərik. Hansı ki, həzm hüceyrələrində qamçı, spermatozoidlərdə qamçı, yumurta hüceyrələrində amorfvari yalançı ayaqlar. Bir də bu heyvan olduğuna görə dəri əzələ kisəsində miofibril rast gəlinə bilər, ancaq kirpiklərə rast gəlinmir. Sonra hidranın bədəninə baxsaq, görürsüz ki, onun bədəni bağırsaq boşluğundan ibarətdir. Hansı ki, bu inkişafını qastrula mərhələsində tamamlayan canlılardılar. İmtahanda sual gələ bilər. Hansı canlı qastrula mərhələsində inkişafını tamamlayır? Buna siz götürəcəksiniz. Deməli, bağırsaq boşluqlar tipini. Gələk bunların sinir sistemindən danışaq. Dedik ki, ilk dəfə yaranan sinir sistemi bunlarda olub, səfkili və yaxud da diffuz sinir sistemi bədənin hər yerinə səpilmiş formada sinirlərdən ibarətdir, gördüyünüz üzrə. Bunlarda sinir hüceyrəsi var və xarici qıcığa verdiyi cavab reaksiyası refleks var. Refleks 3 ardıcıl mərhələdən ibarətdir. Birinci mərhələ qıcığın qəbul edilməsi, ikinci qıcıqdan ayrılan oyanmanın digər sinir hüceyrələrinə ötürülməsi, 3 orqanizmin qıcığa qarşı cavab vermə reaksiyası. Məsələn, burada görünür ki, hidranın bədəninə iynə ilə toxuluruq. İynə ilə toxunduqdan sonra bütün impuls orqanizmə dağılır və cavab reaksiyası olaraq bədənini yığır, qolcuqlarını qısaldır. Sonra keçək bunun hərəkətindən danışmağa. Bunların az hərəkətli nümayəndələri polip və yaxud da fəal hərəkətli edən nümayəndələri meduzalar vardır. Hidralar isə çox yavaş hərəkət edir, suda mayallıq aşaraq şəkildə gördüyünüz kimi hərəkəti var. Qidalanmasından danışaq. Bu yırtıcıdır. Yırtıcıdır o deməkdir ki, canlı şəkildə ovunu ovlayaraq yeyir. Qolcuqlarında olan aralıq, daha doğrusu dalayıcı hüceyrələrin hesabına şikarını iflic edir, onu tutur orqanizminə salır qolları vasitəsilə. Hansı ki, qol mədə hissəsinə qədər, qarın boşluğuna qədər gəlir, lakin onun qoluna təsir göstərmir həzm hüceyrələri. Burada bağırsaq kör bitdiyinə görə anal dəlik yoxdur, anus yoxdur. Həzm olunur, sorulur. Hansı ki, qida qalıqları həzm olunmur, yenidən ağız vasitəsilə xaricə atılır. Bunlarda qida iki istiqamətli hərəkət edir. Sonra gələk tənəffüs sistemi və çoxalmasından danışmağa. Bunlarda bədən səthi ilə gedir tənəffüs, xüsusi tənəffüs orqanı yoxdur. İfrazat sistemi yenə bütün bədən səthi ilə gedir, heç bir ifrazat orqanı yoxdur. Çoxalması bu qeyri-cinsi və cinsi yolla çoxala bilər. Əlverişli mühitdə qeyri-cinsi, əlverişsiz mühitdə, yəni qışda, payızın sonlarında cinsi yolla çoxalır. Qeyri-əksəriyyəti hermafroditdir. Bəzi nümayəndələri ayrı cinsiyyətlidir. Payızda cinsi hüceyrələr əmələ gəlir, cinsi yolla çoxalmağa hazırlaşır. Qışı yumurta halında keçirməlidir mütləq şəkildə. Yazda yumurtadan yeni cavan hidralar çıxır. Ana fərddən geriyə yalnız yumurtanın qılafı qalır. İnkişafı 2 qatlı rüşeym mərhələsinin yalnız qastrula mərhələsində tamamlayan canlılardılar. Deməli, gəlin bunun cinsi çoxalmasının şəkil üzərindən baxaq. Deməli, bir fərdin üstündə həm yumurta hüceyrələr, həm də ki, spermatozoidlər yaranır. Lakin mayalanması çarpaz şəkildə gedir. Yəni, bir orqanizmdə yaranan spermatozoid elə həmin orqanizmdə yaranan yumurta hüceyrəni mayalamır. Burada yaranan spermatozoid digərində olan yumurta hüceyrəni mayalayır. Burada olan spermatozoid isə bunun yumurta hüceyrəsini mayalayır. Mayalanma suda gedir. Mayalanma getdikdən sonra yumurta əmələ gəlir. Yumurta qışı keçirir. Qışı keçirdikdən sonra yumurta yazda bölünür, yetkin bir hidraya çevrilir. Sonra keçək qeyri-cinsi çoxalması. Bunun qeyri-cinsi çoxalması tumurcuqlanma yolu ilə gedir. Nə olur? Birinci, bədənin aşağı hissəsinə balaca bir tumurcuq çıxır. Tumurcuq yavaş-yavaş inkişaf etdikcə qolcuqları çıxmağa başlayır. Biraz keçdikcə böyüyür. Tam inkişaf etmiş vəziyyətə gəldikdə isə ananın bədənindən, orqanizmindən ayrılaraq müstəqil heyvana çevrilir. Sonra gələk
regenerasiyasına. Burada regenerasiya budur ki, itirilmiş bədən hissəsinin bərpası. Hidranın bədənində hər hansısa bir hissə çatışmadıqda o öz orqanını regenerasiya edə bilər. Sonra gələk digər sinifi olan sfoid meduzalar sinifindən danışaq. Nümayəndələri Aurelia, Siana, qulaqlı meduza, Roplema, kökağız meduza, stavromeduza suyun dibində yaşayır, üzə bilməyən meduzadır. Meduzaların əksəriyyəti ayrı cinsiyyətlidirlər. Çoxalmaları əsasən nəsil növbələşməsi ilə gedir. Yəni həm dişi, həm cinsi, həm qeyri-cinsi çoxalmalarından baş verir. Gəlin bunların çoxalmasına biraz yaxından baxaq. Deməli, erkək və dişi fərdlərdə yumurta hüceyrə və spermatozoidlər əmələ gəlir. Bunların birləşməsindən yumurta yaranır. Yumurtadan kirpiklərlə üzəri örtülü olan sürfə çıxır, hansı ki bunu biz planula adlandırırıq. Planula görürsüz ki, infuzor tərliyə bənzəyir və buradan çıxır ki, flogenez, ontogenezin, daha doğrusu ontogenez, flogenezin qısa təkrarıdır və buradan da aydın olur ki, bunun əcdadı nə olacaqdır? Bizim hidramı, daha doğrusu meduzanın əcdadı olacaqdır infuzor tərlik. İnfuzor tərlik, yəni sürfəsi müəyyən qədər suda üzdükdən sonra polipə çevrilir. Polip çoxayaqlı deməkdir. Polipə çevrildikdən sonra üzərində budaqlanma baş verir, tumurcuqlanma. Hidrada olduğu kimi. Tumurcuqlanma zamanı sadəcə olaraq burada həmin bu tumurcuqlar ayrılmır. Say o qədər olur ki, bu üst-üstə yığılmış boşqabı xatırladır. Müəyyən saya çatdıqdan sonra hər bir bu tumurcuq qoparaq müstəqil bir dənə meduzaya çevrilmiş olurlar. Bunlarda sürfə mərhələsi olduğuna görə inkişafları dolayı yolla gedir. Qeyd götürə bilərsiniz ki, inkişafı zamanı kirpikli sürfəyə malik olan canlılar 1 olacaqdır meduza, kirpikli sürfəsi, 2 olacaqdır qaraciyər sorucusu, 3 isə olacaqdır neştərçə. Bunların sürfələrində kirpikli sürfəyə rast gəlinə bilər. Növbəti gəldik sonuncu sinifimiz olan mərcan poliplərinə. Mərcan polipləri ən geniş yayılmış sinifdir. Bədənləri parlaq çiçəyə bənzəyir. Tək halda aktinia, koloniya halında isə yaranan qırmızı mərcan polipləridir. Yaşayan nümayəndələri var əsasən. Kireç skeletləri var. Məhv olmuş poliplərin kireç skeletindən mərcan adaları yaranır. Bu necə olur? Deməli, bir dənə polipimizdir də, elə deyilmi mərcanımız? Bunun üzərində budaqlanma ilə növbəti biri yaranır. Bunun üzərindən növbəti biri, bundan biri və belə-belə zamanla inkişaf edir. Hansı ki, bu tumurcuqlanma zamanı biri digərindən qopur. Aşağıda qalanlar müəyyən müddətdən sonra artıq məhv olurlar və kirəcləşib daşa çevrilirlər. Və bu şəkildə inkişaf edirlər. Bir də yeyilən nümayəndələri var idi meduzanın, Roplema və qulaqlı meduza. Gələk ilk başda yazdığım qeydlərdən demədiyim hissiyə. Deməli, biz bilirik ki, bunlarda ayrı cinsiyyətli nümayəndələri var. Gəlin bunlara baxaq. Ayrı cinsiyyətli və cinsi yolla çoxalan hidralarda ümumilikdə 7 dənə hüceyrə müxtəlifliyi olur. Onlardan ektodermada 5, endodermada 2-dir. Əgər ayrı cinsiyyətlidirsə, bu və cinsi yolla çoxalırsa, deməli ilk anda aralıqdır, dəri əzələdir, dalayıcıdır, sinirdir. Hökmən bu 4 hüceyrə xaricdə olmalıdır. Cinsi çoxalma zamanı yumurta hüceyrə və spermatozoid yaranır. Amma ayrı cinsiyyətli olduğu üçün yalnız bunlardan birini görə bilərik. O zaman 5 dənə hüceyrə müxtəlifliyi olur. Daxildə isə həzm vəzi və həzm hüceyrələri olur. Bunun sayı dəyişmir. Hermafrodit cinsi yolla çoxalanlarda isə 4 növ hüceyrə əvvəlki kimi aralıq, dəri, dalayıcı, sinir olur. Yumurta və spermatozoid də ikisi əlavə olunduqda xarici qatda 6 hüceyrə olur. Hermafrodit olan nümayəndələrinin ayrı cinsiyyətli, belə deyək də, əlverişli mühitdə qeyri-cinsi çoxalma zamanı xarici qatda olan 4 növ hüceyrə, aralıq, dəri, dalayıcı və sinir hüceyrələri, daxili qatda isə 2 növ həzm hüceyrələri və həzm vəzi hüceyrələri. Ümumilikdə 6 hüceyrə müşahidə edilir. Yəni, əgər hermafrodit də olsa, ayrı cinsiyyətli də olsa, qeyri-cinsi yolla çoxalırsa, cinsi hüceyrələr əmələ gəlmirsə, hər ikisində də xarici qatda 4, daxildə 2, ümumilikdə 6 növ hüceyrəyə rast gəlmək olar. Bu da bizim bağırsaq boşluqlulardan dərs izahımız.